Emil Bey, bu deyək ki, əmirliklərdə, Katarda, Bəli, Küveytdə, o Amerikan bazalarının olduğu üçün ora raket atırlar. bəli, Bəzən onlar gedir mülki obyektlərə filanlara düşür. Və doğru. ona görə bu ölkələrdə də çox böyük bir narahatçılıq var. Şübhəsiz olmalıdır da insanlar ölür və onun prestijinə çox böyük bir zərbə dəyir. Həmin ölkənin prestijinə böyük bir zərbə dəyir. Baxın, bir neçə il əvvəl bizim o səfirliyə girib orada qətl törədən adam olanda mən birinci dedim ki, bu Azərbaycan Respublikasının prestijinə vurulan çox böyük bir zərbədir. Yəni mən səni dövlət saymıram demək. Və indi Türkiyəyə o raket atdılar, ona görə üzrxahlıq filan eləyirlər. Deyirlər yox, bu səhvdir filan da. Amma niyə atırsan? Hə, gələk ərəb ölkələrinlə, deyək ki, Körfəzin ərəb ölkələrinə Azərbaycanı müqayisə eləməyə gəlsək, birisi şimalda, birisi cənubda. Bəli, Azərbaycan Respublikası öz varlığıyla İran üçün bir təhdid hesab olunur. Onlar belə hesab edirlər. Deyirlər ki, nə qədər ki Azərbaycan Respublikası var, bu bizim başımızın üstündə bir Damokl qılıcıdır. Çünki öz varlığıyla Günəyə təsir edir. Bunu biz bilirik, onlar bilmirlərmi? Yazırlar. Açıq yazılır. bəli, Eləmi? Və mövcud olduğu dövrdən bu yana, 1991-dən bu yana müstəqil Azərbaycan Respublikasının varlığını həzm eləyə bilmir. İki, İsraillə yaxın hərbi münasibətlərin, siyasi münasibətlərin olmasını həzm eləmirlər. Türkiyənin burada rolunun artmasını, Cənubi Qafqazda rolunun artmasını həzm eləyə bilmir. Çünki uduzduqlarını, geri çəkildiklərinin fərqindədirlər. Ən azından Cənubi Qafqazda çox böyük bir geriləmə söz konusudur, var. Onları dərk edirlər və bunlar çox əsəbləşirlər. Adını qoyur, valla dedilər ki, bir qrup yaranacaq. Amma prezidentin o sözündən sonra qrupa məncə heç ehtiyac yoxdur, çünki adını qoydu. Dedi, bu terörist aktıdır. bəli, Biz onlara xoş niyyətlə yanaşdıq, onlar bunu dəyərləndirmədilər və bundan sonra o qrup nə iş görəcək mən bilmirəm. Və əlbəttə ki, bunu hətta rəsmi Tehranın maraqları baxımından yanaşsaq belə ağıllı bir addım saymaq mümkün deyil. Bizim orada vətəndaşımız yaralanıb, bunun da hesabını vermədilər. bəli, Hətta mən sizə deyim, mən o 2 il əvvəl idi də, səfirliyə o təcavüz hücum. məsələsi tam rahatlanmamışam. Prezident dedi ki, bəs adamı edam elədilər Azərbaycan səfirliyinin nümayəndələrinin qarşısında. Yenə də o böyük bir təsir qoydu. Ən böyük təsiri də bizim insanlarımızın bir hissəsini əlbəttə qəzəbləndirdi, güneydəkilər deyirəm. Əlbəttə o milli fəallar deyilən insanlar bundan çox qəzəbli idilər. Amma Bəli, bir hissəsi də o Farsdan daha çox İrançı olan kəsim, bax gördünüzmü nə elədik deyirlər. O küçədə dolaşan o İrançılar var ha. bəli, O indi CNN Türkiyə intervyu verirlər. Hə, onlar dedilər elə belə olmalıdır. İsrailə neft verən bir ölkə ilə elə bu cür rəftar eləmək lazımdır. Amma bu bir təsir qoydu. O təsir də belə asanlıqla məncə aradan getməyəcək. Və bu savaşın sonu da hələ bəlli deyil və sonunda onun da hesabı məncə soruşulacaq.